Sadələşdirilmiş verginin bəyannaməsinin öncədən doldurulması və göndərilməsi barədə video təlimat. Sadələşdirilmiş verginin bəyannaməsi Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində sadələşdirilmiş verginin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən tərtib edilərək hesabat dövründən sonraki ayın 20-sindən gec olmayaraq vergi orqanlarına təqdim edilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govas portalına daxil olmaq lazımdır. New e-Taxes Gova asan imza və yaxud Sima token gücləndirilmiş elektron imzalardan istifadə etməklə daxil olmaq lazımdır. Elektron kabinetinə daxil olan istifadəçi ilk növbədə açılan pəncərədən bəyannamələr modulunu seçir. Sonra istifadəçi sistemin menyusundan yeni bəyannamə bölməsinə keçid edir və ilk addım olaraq açılan pəncərədəki müvafiq məlumatları tərtib edir. Bu pəncərədə bəyannamənin adı, tərtib edildiyi dövr və növü seçilir. Vergi adı sətrində təqdim olunan bəyannamənin adı siyahıdan seçilir. Dövr sətrində isə bəyannamənin aid olduğu hesabat dövrü seçilir. Bəyannamənin növü sətrində 5 seçim var. Əgər hesabat dövrü üçün ilkin bəyannamə göndərilərsə, o zaman cari bəyannamə seçilməlidir. Daha sonra davam et düyməsi sıxılır. Açılan pəncərədə ilkin olaraq ümumi məlumat bölməsi doldurulur. Vergi ödəyicisinin rüb ərzində fəaliyyəti olmadıqda bəyan ediləcək məlumatım yoxdur xanasına işarə qoyularaq bəyannamə təqdim edilə bilər. Lakin bəyannamənin əvvəlcədən doldurulan müvafiq sətirləri üzrə məlumat olduqda, həmçinin bəyannamə 4-cü rüb üçün fəaliyyəti dayandırılan və ləğv olunan dövr üzrə təqdim edildikdə bəyan ediləcək məlumatım yoxdur xanasına işarə qoyula bilməz. Ümumi məlumat bölməsində vergi orqanının adı, VÖN-ü, vergi ödəyicisinin tam adı və əsas fəaliyyət növü barədə məlumatlar sistem tərəfindən avtomatik əks olunur. Bundan sonra irəli düyməsi sıxılmaqla növbəti pəncərəyə keçid edilir. Verginin hesablanması. Bəyannamənin ikinci bölməsi verginin hesablanması bölməsidir. Bu bölmə 3 hissədən ibarətdir. Hissə 1-in 220.1-ci maddəsinə əsasən sütununda vergiyə 2% dərəcə ilə 220.1-1-ci maddəsinə əsasən sütununda məcəllənin 218.1.2-ci maddəsinə uyğun olaraq ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bəyannamənin aid olduğu rübün 1-ci, 2-ci və 3-cü ayları üzrə təqdim edilmiş malların, işlərin, xidmətlərin dəyəri 804 kodlu sətrində isə vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara, işlərə, xidmətlərə və əmlaka görə əldə olunmuş ümumi hasilatın, habelə satışdan kənar gəlirlərin həcmi əks etdirilir. Bəyannamənin 801, 802 və 803 kodlu sətirləri üzrə göstəricilər Dövlət Vergi Xidmətinin baza məlumatlarında olan müvafiq aylar üzrə təqdim edilmiş elektron qaymə, ixrac əməliyyatları və onlayn kassa məlumatları, 804 kodlu sətri isə rüb ərzində onlayn kassa və bank hesabına daxil olan vəsaitlər əsasında formalaşır. Bəyannamə bu sətirlər üzrə avtomatik əks olunan göstəricilərlə təsdiq edilə və ya vergi ödəyiciləri tərəfindən ilkin uçot sənədlərinə əsasən dəyişiklik oluna bilər. Bank tərəfindən təqdim edilən məlumatların Dövlət Vergi Xidmətində ayın 15-nə qədər emal olunduğunu nəzərə alaraq, bəyannamənin 804 kodlu sətri üzrə göstəricilər bəyannamədə bu müddət ərzində tam əks edilməyə bilər. Bu zaman vergi ödəyicisi məlumatların tam emal olunmasını gözləyə və ya öz real iqtisadi göstəriciləri əsasında ayın 15-nə qədər tərtib edilməklə təqdim edə bilər. Nəzərə almaq lazımdır ki, vergi ödəyiciləri tərəfindən bəyannamə ayın 15-dən sonra avtomatik əks edilən göstəricilər əsasında olduğu kimi və ya daha yuxarı məbləğ göstərilməklə təsdiq edildikdə bu göstəricilər üzrə elektron uyğunsuzluq yaranmadan vergi orqanı tərəfindən qəbul ediləcək və bu da vergi orqanı və vergi ödəyiciləri arasında əlavə yazışmaların qarşısını almış olacaq. Bəyannamənin 804.1-ci satışdan kənar gəlirlərdən ödəmə mənbəyində
vergi tutulmuş gəlirlər istisna edilməklə sətrinin Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən manatla və Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən manatla sütunlarında rüb ərzində satışdan kənar gəlirlər üzrə ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə hasilatın həcmi yazılır. 806 kodlu hesablanmış verginin məbləği adlı sətrin sütunlarında vergi məbləği 804 kodlu sətirdə qeyd olunan hasilat məbləğlərinə müvafiq vergi dərəcəsi tətbiq edilməklə avtomatik əks olunur. Bəyannamənin ödəmə mənbəyində tutulan verginin hesablanması bölməsi 2 nömrəli əlavə əsasında avtomatik tərtib olunur. Bəyannamənin daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması adlı 2 nömrəli əlavəsi verginin hesablanması bölməsində olduğu kimi Dövlət Vergi Xidmətində olan uçot baza məlumatları əsasında avtomatik doldurulur. Belə ki, vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş və vergi orqanında uçota alınmış daşınan, daşınmaz əmlaklar barədə məlumatlara əsasən icarəyə verənin fini, vönü, ad məlumatları, icarə haqqı ödənilən əmlakın növü, ödəniş məlumatları xanalarında müvafiq məlumatlar əks olunur. Bu zaman gəlir məbləği xanasında rüblük icarə haqqı məbləğinin cəmi, vergi məbləği xanasında ona uyğun hesablanmış vergi məbləği, ödəmənin aid olduğu dövr xanasında bəyannamənin aid olduğu rübün sonuncu ayı, ödəniş tarixi isə rübün sonuncu ayının sonuncu günü kimi göstərilir. Avtomatik doldurulmuş göstəricilərə ilkin uçot sənədlərinə əsasən dəyişiklik edilə və bəyannamə olduğu kimi təsdiq oluna bilər. Bəyannamə avtomatik göstəricilər əsasında olduğu kimi və ya daha yuxarı məbləğ göstərilməklə təsdiq edildikdə bu göstəricilər üzrə elektron uyğunsuzluq yaranmadan vergi orqanı tərəfindən qəbul olunacaq. Bəyannamənin zəruri olan bütün bölmələri doldurulduqdan sonra icmal bölməsində hesablamalarla bağlı yekun göstəricilər sistem tərəfindən əks etdirilir. Bəyannamənin göndərilməsi üçün aktivləşən təsdiq et düyməsi sıxılmaqla bəyannamə forması imzalanır və göndərilir. Əlavə olaraq bəyannamənin tərtib edilməsi zamanı qarşıya çıxan və anlaşılmayan məqamlar olduqda Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin bəyannamə bölməsinin bəyannamə, ərizə formaları, arayış, hesabat və qərarlar adlı alt bölməsində sadələşdirilmiş verginin bəyannaməsinin doldurulma qaydası ilə məlumat əldə edilə bilər.